tanış olun. iPhone 17 Pro Max. Bu il Apple üçün çox vacib ildir. Bu şəkil bəlkə də anlamırsınız. iOS 19 yeni dizaynda iPhone sistemi, Vision OS dizaynında iOS, Samsung'un One UI'ndəki kimi yumru ikonkalar. Artıq internetdə növbəti seriya iPhone'ların kod faylları yayılıb və bu kod fayllar əsasında keyfiyyətli iPhone 17 Pro modellərinin 3D printerdə çap versiyasını və realistik renderlərini yaratmaq mümkündür. Əvvəlki renderlər bəzilərini yeni iPhone formasından çəkindirdi. Çünki əvvəlki renderlər Apple-dan sızmış kod renderlər əsasında yox, infolar əsasında hazırlanıb. Bəzilərinizin narahatlığı əsassız deyil. İndiki renderlər isə Apple-ın kod çertyojları əsasında hazırlanıb. Bu aylarda təqdim olunan renderlər maksimal real device'ları əks etdirir. Məsələn, iPhone 16 kod faylları nə zaman yayılıb? 2024-cü ilin aprel ayında. İndiki render və 3D modellər iPhone 17 Pro seriyasının necə olmasını daha dəqiq göstərir. Əsas olan iPhone-un tanınmasıdır. Yəni, belə arxa panelli smartfonlar gördükdə mütləq edirsən ki, bu iPhone Pro seriyasıdır. Tam fərqli olanı isə iPhone 17 Air olacaq. Həm ölçülərinə, həm də dizayna görə. iPhone 17 Air'in hündürlüyü 6.6 inç olacaq. Bu biraz təəccüblü olsa da, bunun tam normal anlamı var. 6.9 inçlik belə nazik smartfon əyilir. 6.6 inçlik versiya isə əyilmir. iPhone 17 Air'in qalınlığı isə sadəcə 5.5 mm olacaq. iPhone 17 Pro seriyasında arxa panel iki materiallı olacaq: şüşə və alüminium. Şüşə MagSafe maqnitləri və naqilsiz raketka üçün nəzərdə tutulur. Ümumiyyətlə siz deyin, belə bir dizayn sizin xoşunuza gəlir, ya yox? Amma zənnimcə bu çox maraqlı və Apple sayağı çox gözəl bir dizayndır. Daha bir əsas dəyişikliklərdən biri bütün iPhone 17 seriyasının modellərində ProMotion displeyin, yəni 120 Hz tezlikli displeyin olmasıdır. Arxa kameralar keyfiyyətli 8K video çəkməyi öyrənəcək. Ön kamera 24 megapiksel olacaq. Amma ön kameranın 8K video çəkməsi məsələsi hələ də açıqdır. Yəni ola da bilər, olmaya da. iPhone 17 seriyasında Pro versiyalar 12 GB RAM alacaq. Çoxlarınız bilirəm, indi deyəcəksiniz ki, Androiddə artıq 24 GB var. Millət, Apple-da olan 12 GB RAM tam fərqli işləyir. Bu iPhone-lar üçün çox böyük bir update olacaq.